Buradan görünür ki, insan öldükdən sonra onun xeyir və şər əməlləri davam eləyə bilər. Əgər sən salih əməl işləmisənsə, sən öləndən sonra davam eləyə bilər. Məsələn, o insan ki, vəqf qoyub, məscid tikdirib, su çəkdirib, axar sədəqə qoyub gedib, ağac əkib, onunla öləndən sonra onun barından yeyirlər, məscid tikdirib, insanlar namaz qılır. Xeyir evlad yetişdirib, tərbiyə üzərində. Həmin insanın öldükdən sonra savabı yazılır. Necə ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, İzə mətə ibn Ədəm inqata əməluhu illə min thələthə. Adəm evladı öldükdən sonra onun əməli kəsilir. Əməl dəftəri bağlanır, artıq ona heç bir əməl yazılmır. 3 kişidən başqa. Sədəqətun cəriyə, axar sədəqə qoyub gedib. İnsanlar öləndən sonra ondan istifadə edirlər. İlmu yuntəfəu bihi, özündən sonra faydalanılan elm qoyub gedib. Ölüb, Allah rəhmət eləsin, ondan sonra insanlar faydalanır, hidayətə səbəb olur. Qəbrində ona savab yazılır. Və vələdun salihun yəd'u ləhu, və özündən sonra salih bir evlad qoyub gedib, onun üçün dua edir. Baxın, Peyğəmbər sallallahu aleyhi və səlləm dedi, salih evlad, yəni özünün əməlindən olmayan bir şeyi salih evladı zikr elədi. Bu da odur ki, insan üçün öləndən sonra başqasının ona etdiyi ən xeyirli əməl duadır. Əgər duadan başqası olsaydı, Peyğəmbər sallallahu aleyhi və səlləm mütləq bu barədə bizə xəbər verərdi. Və bunların içində də ən əzəmətlisi, hansı ki, kəsilməyəcək, qiyamətə qədər davam eləyir, elmdir. İnsan var, məsələn, sədəqə qoyur, gedir, 100 il, 200 il, 300 il, 400 il artıq nə olur? İtib gedə bilir. Evlad qoyur, gedir, evlad öləndə də nə olur? Kəsilir. Ola bilsin ki, zürriyyəti sonradan salih olmaya bilər. Amma o qoyduğu elm, biz alimlər görürük, sahabələr, tabinlər. Peyğəmbər sallallahu aleyhi və səlləm bizim hidayətimizə səbəbdir. Biz etdiyimiz hər bir əməldən Peyğəmbər sallallahu aleyhi və səlləmə, onun sahabələrinə, tabinlərə, bu dini bizə çatdıranlara yazılır. Beləcə də alimlər, fikir verin, tanımırıq, illərlə, əsrlərlə vəfat ediblər, amma adlarını çəkəndə deyirik ki, Allah onlara rəhmət eləsin. İnsan bəli, özündən sonra salih əməl qoyub gedirsə, onun savabı ona yazır.